أجمعين من الآن إلى لقاء يوم الدين نحمده ونستعينه رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي صدق الله العلي العظيم. Allah Teala ibadət taatımızı qəbul eləsin inşallah. Allah Teala bizi həqiqi namaz qılanlardan qərar versin inşallah. Allah Teala bu günü tamam möminlərə mübarəklər qərar versin inşallah. Dünya və axirətdə Peyğəmbər və Əhl-i Beytinin ziyarətindən və şəfaətindən bir nəsib eləməsin inşallah. Qardaşlar, möminlər, iltimaslı eləyiblər, xəstələri var. Ali Muhammed xatirinə Allah Teala hamısının xəstələrinə şəfaya acil inayət eləsin. İnşallah müşkillərin tezliklə Babel həvai cəli ilə həll eləsin inşallah. Allah Teala bizi bu dində, əqidədə sabit qədəm eləsin inşallah. Dinimizin düşmənlərin harda, hansı yerdə, hansı fikirdə var, inşallah tezliklə məhv nabud eləsin. Söhbətimizdən əvvəl qardaşlar işıq puluna görə iltiması dua eləyiblər. Barmək çekləri göndərib ki, kim adın yazdıracaq Beşdə, Kərbəlayı Məşədə yazdırsın inşallah. Onu bir fikirləşərsiniz. İnşallah Allah Teala həm dünyada, həm də axirətdə əvəzi verər. Allah özü söz verib, o mən heç nə söz vermirəm. Allah Teala deyib, kim bir versə, mən onu verəcəm əvəzində. Hələ arada deyir ki, və yüzaif limən yaşa. Bəzi adamlar üçün biraz da artırarıq, üstünə gələr. Məsələn, buğdada deyir ki, 100 dənə sümbül, bir sümbülə 100 sümbül, bir dənəyə 100 dənə məsələn, orada 10 dəfə də artıq deyib. Hər halda Allah Teala özü vədə verib, yəqin yoxlamışsınız da. İndiki zamanədə heç kim yoxlamamış bir iş görməz. Yəqin yoxlayıb, tətbiq edib, sonra birinə deyiblər 5 kilo soğan yeyə bilərsən, deyib gəlirəm. Gedib, gəlib, yeyib, deyib, yeyə bilərəm. Deyib, ora niyə getdim? Deyib, getdim, yedim 5 kilo, gördüm, yeyə bilirəm, gəldim, dedim, yeyə bilərəm. Yəqin, indi onun kimi o şeydən keçirtmişsiniz inşallah. Bilirsiniz ki, Allah Teala onu dedi ki, la yuxliful mi'ad, derdi ki, vədiyə xilaf çıxmayacaq da bundan sonra. Əlbəttə, qədim cəmaatın arasında bir söz var idi, deyirdilər, zülmətdə bir daş var, götürən də peşman olur, götürməyən də. Götürməyən deyir ki, niyə götürmədim, götürən də deyir, gərək çox götürdüm. Biz qiyamətdəki o peşmançılıqlar var ki, bəhsimizin də əvvəlində bu gəldi. O, Allah heç kimi peşman eləməzsin, xüsusən möminləri və bu cəmdə əyləşənləri. Orada ki, Həzrət Peyğəmbər deyir, bir nəfər 170 dənə də kişinin əməlini gətirsə, xərcdə müəyyər olacaq. Belə çıxır ki, hətta biz kamil əməllə də geçsək, orada bir növ peşmançılıq çəkəcək. Çünki Həzrət deyir ki, 70 dənə insanın kamil əməlini gətirsən, yenə xərcdə müəyyər var. Ona görə, məsələn, bir adam ki, səfərə gedir, evdə pulu kifsib, su basıb, nə bilim, mış yeyib, sisan yeyib, aparmayıb, məsələn, az pul götürüb, gedir orada əziyyət çəkir. Bu 100% peşman olacaqdır. Bu soğuqa qalmışdı evdə də, indi getsəm, hələ mənə qismət olacaq, olmayacaq, Allah bilir, getməsəm də ki, bir dəfə götürüb xərcləyəndə bir salavat da deməyəcəklər ruhuma. Heç deməyəcəklər ki, məsələn, Allah rəhmət eləsin, qazandı, getdi də, belə də xərcləyəcəklər. Hələ arada, məsələn, biraz azlı eləyəndə, cəmaatın dədəsi, məsələn, 1 milyon qoydu, getdi, mənim dədəm heç onu da qoymadı. Gərək götürəydim, gətirib elə burada xərcləydim. Qiyamətdə eyni bunun kimidir. Bu qədər ki, Allahın süfrəsi açıldı dünyada, Allah bir dənə salavata insanın bütün ömürlü günahın yuyur aparır. Bilirsiniz də, insan günah eləyəndə nə boyda qələt eləyir, nə boyda iş görür. Hətta bizim alimlərimizin arasında ki, bu üsul alimlərinin arasında bəhsdir ki, insan o bir işi eləyir günah adı ilə. Hətta o vaqiyyətdə günah olmasa da deyir, ona günah yazılır. Məsələn, mən bilirəm, bu məsələn, stəkanı götürüb ora qoymaq günahdır. Götürdüm, qoydum. Amma demə, günah deyilmiş heç. Deyir, ona da günah yazılır. Niyə? Çünki bu adam elə onun niyyətini də eləyib və o cürəti də eləyib, təcərri bəhsi deyərlər ona. O cürəti eləyib, Allahın qanunun özün yəqin bilə-bilə pozmusan. Baxmayaraq ki, o həqiqətdə
qanun pozğuntusu deyilmiş. Və hətta elə həmin misalda ki, bəzi alimlər deyir, bizim nəzərimizdə kiçik günah yoxdur. Günahın hamısı günahı kəbirədir. Kiçik günah yoxdur. Niyə? Deyir, fərq eləməz ki, sən bax gör kimə günah eləyirsən də, baxma nə günah eləyirsən. O kiçik günahı da eləsən, məsələn, Allahın qanununu pozursan, böyük günahı da eləsən, Allahın qanununu pozursan. O babətdən kiçik günah yoxdur. Ona görə da deyir ki, günahların hamısı nədir? Böyük günahdır və insan cəsarət edir Mövlasının müqabilində. Fərq eləmir ki, sən Mövla qulundan deyə mənə bir stəkan su gətir, gətirməyə. Ya məsələn, mənə yemək gətir, gətirməyə. Ya mənə paltar gətir, gətirməyə. Hər bir vəziyyətdə, 3 variantın üçündə də bu, neyib? Ağasının sözünün əleyhinə çıxıb. İndi baxın, bu ağanın sözünün əleyhinə çıxmaq ki, insan eləyir və bunlar bu boyda günahdılar. Məsələn, naməhrəmin naməhrəmə əli dəyəndə deyir, Allahın ərşi titriyər. Təsəvvür edin, bir nəfərin əli naməhrəmə dəyəndə deyir, Allahın ərşi titriyər. İndi bu dünyada görün, nə qədər fəsadlar baş verir. Hələ əlin ələ dəyməyi nə idi? Ya məsələn, nə qədər insanlar əzilir, ac qalır, susuz qalır, nahaq yerə qanı tökülür. Bu qədər günahlar ki, insan Allahın qarşısında eləyir. Bu yandan da Allah Teala da gəlir, deyir ki, nədir? Həzrəti Peyğəmbər deyir, mən səllə ələyyə mərrə ləm yəbqə zunubuhu zərrə. Kim mənə bir dəfə salavat zikr edəsə, zərrə qədər günahı qalmaz. Əlbəttə, o haqqunnas yerindədir, o onlara aiddir. Haqqullahdan gedir söhbət. Haqqunnası gərək ödəyə. Baxın, və məsələn, kim bir dənə xanım Zəhra zikrini desə, namazdan sonra 70 dənə qəbul olunmuş namaza bərabərdir. Bir namazında savabını siz bilirsiniz. Ya məsələn, Allah deyir, Əs-somili və ənə uczabi, kim mənə oruç tutsa, mən onun özüm mükafatıyam, məsələn, nə istəsə verərəm ona. Ya başqa hansı siz ibadəti desəz ki, məsələn, deyərsiniz ki, Allah bu ibadətin müqabilində deyəsən, biraz məsələn, də belə əlin sıxıb əl-əuzu billah. Bu şey bizdə yoxumuzdur. Hansı ibadət, hansı bir dənə sədəqə, bir qəpik sədəqə versin, bir qəpik. Bir dənə spiska bilmirəm, eləyir, eləmir. Deyəsən, spiska 5 qəpiyyədir də, Sovet hökumətinin vaxtında 1 qəpik idi. 5 qəpik sədəqə versin, 70 bəladan hifz edir səni. Cəmaat görürsən, ayda 50 min verir, özünə teraxlan litr tutur, heç 20 il güllə atan olmur ona, bir dəfə atırlar, onda da düz alnından dəyir. Elə 50 ildir, 20 ildir bu ayda 50 mindən verirdi. Elə heç nədən, bir dənə güllədən də qoruya bilmir onu. Amma Allah deyir, sən bir dənə sədəqə versin, yəni 5 qəpik sədəqə versin, mən səni 70 dənə bəladan nə edəcəm? Hifz edəcəm və nə qədər indi sayırsızsa sayını üzvayına, bunların, bu ibadətlərin, bu əməllərin, Allahın bu qanunlarının müqabilində insan heç birində deyə bilməz ki, nədir? Məsələn, bunun müqabilində verilən biraz azdır. Ən çətin ibadət fərz eləyək ki, orucdur da, elə deyil. Ən çətin ibadət, belə bəlkə də mənə elə gəlir, amma belə zahirən, məsələn, xüsusən də yayda tutulan oruc çətindir. Allah da deyir ki, və ənə uczabi, mükafatı mənəm. Oruç tutun sənə nə verdilər? Allahı. İmam Səccad əleyhissalam da buyurur ki, Allah səni itirən nə tapıb, səni tapan nə itirib? Pəs İmam Səccad əleyhissalamın nəzərində Allahı tapan insan varın, yoxun, dünyasın, ondan sonra imarətin, vəzifəsin hamısını versə, tək elə bir dənə Allah tapsa və kəfa. Bu Allah ona kifayət edəcək. Həm vardır, həm dövlətdir, həm vəzifədir, həm imarətdir, həm hər nə desən var da, bunların hamısı Allahın əlindədir də. Hamısı Allahın əlindədir. Bir səni tapan heç nə itirməyib. Elə insan da nəyin versə, Allahın tapsa, düz edib. Heç nə uduzmayıb. Heç nə uduzmayıb. Bu da orucun savabı. Həccin savabına, məsələn, həccin təsirlərindən biri budur ki, həcc eləyən adam heç vaxt kasıb olmaz. Heç vaxt ruzu dalıcan gəzməz. Bir adam ki, gedib həcc eləyib gəlib, o heç vaxt ruzu dalıcan gəzməz. Bizimkilər niyə gəzirlər? Bizimkilər Antalya gedirdik, bu dəfə də ora getdi də. Elə deyil. Belə də hamısını demirəm, elə, məsələn də, varda da, keçən dəfələrdə demişik onu. Elə dükkanında nə var idi gedəndə, qaydanda da gəldi, biraz elə təzə növlərindən də tapdı düzdür ora. Bu var da gözümüzün qabağında. Elə hamımız da görürük. Hələ elə indi məni yadda hesablasaz, o da ki, məsələn, belə də bunlar da var, o da ki, görürsən də harasında. Məsələn, həccə getdin, deyir, elə bir dünyaya təzə gəldin.
Da bundan sonrasını saxla. İndi saxlamamışam, ona görə də ruzu tapılmır. Hətta bir adam ki, namaza başlayır, o böyle tövbə eləsə, istiğfar eləsə, hələ o həddi buluğa çatanda demirik. İndi günahı olub, indi istiğfar, tövbə eləyib, elə ki, deyir, gəlir, la ilahə illallah, Allahu Əkbər deyir, təkbirətül ehramı, Allah onun bütün günahlarının hamısını bağışlayır. Deyir, bundan sonra elə bir dünyaya indi gəlmirsən, bundan sonrasından da müğiyyət olur. Ya məsələn, mənim özümə şəxsən hədis rast gəlib, oxumuşam hədisi. Bir adam məsələn gələ, başlayır elm oxumağa, Quran öyrənməyə, Hüvəl Fəttahül Əlim Bismillahirrahmanirrahim deyə nə qədər günaha bağışlanır? Təsəvvür edin. 7 dənə nəslinin günaha bağışlanır. 7 dənə nəslin. Bunu hədis deyir. İstəyirsən nəslinin hamısını sürokdan çıxardırsan, bir şey deyilmiş sənə. Molla havayı, Quran havayı, sən də ki, buradasan da, gəl başla Bismillahirrahmanirrahim. 7 nəslinin Allah günahını bağışlayır. Bax, bu qədər xeyriyyətçi, bu dərəcədə xeyriyyətçi varlıq aləmində yoxdur. Varlıq aləmində yoxdur. Hətta ənbiyalar, ovliyalar, əimmələr özlərinin də elədikləri ehsanın bir həddi, bir çərçivəsi, bir səviyyəsi var. O İmam Baqir əleyhissalam o kişi pul vermişdi, eval mənə danışmışam sizə. İmam da onu xərclədi Həzrət Peyğəmbərin nəvələrinə, getdi ona bir dənə ev aldı, bir dənə də qəbalə qəbrinə yazılıb qoyulmuşdu qəbrinin üstünə ki, o dedici evi aldı. Dedici evi aldı. Amma Allah beşdin bu başından o başına qədər deyir, hamısı sənin evindir. Allah ki, çoxdur da. İndi baxın, belə bir süfrə. İndi məsələn, biri toydan gəlir. Gəlir evdə çörək istəyir. Onu heç normal qəbul edən var. Mən elə görməmişəm. Bir adam toydan gəlir evdə onu çörək istəyir yeməyə, onu evdə normal qəbul edirlər. Bir adam məsələn ehsan süfrəsindən gəlir evdə çörək istəyir, onu normal qəbul edirlər. Mən bunu görməmişəm. Hərə də bir müxtəlif sözünü, hərə öz insafına uyğun ona bir söz deyir. Biri deyir, gitsən, biri deyir, dəlisən, biri deyir, ağzın evdə qalmamışdı ki, ben nəyə getmişdin oraya, hələ bir 50 manat da apardım, pul saldın. Elə ona görə deyirdim də 30 manat yazdır. Bilirdim, yeməyəcəm məsələn. 1000 dənə söz var bu cürə. Toydan evə özdə ki, məsələn, maşallah, indiki menülər məsələn. Süfrənin üstündə bir şey qoyma, sigaret ya telefonu qoymağa bir şey yoxdur da. Gərək yanında bir dənə stol şey eləyəsən, 50 manat da ona verəsən, telefonu, sigareti qoymağa, ya papağı qoymağa məsələn. Bu cürə oradan ad gəlir adam. Bax, indi bir adam ki, bilir 100% evində çörək yoxdur yeməyə. Aclıqdır, qırğındır, susuzluqdur, fəlakətdir. Və o cürə bir süfrədən ad gəlir evə, nə qədər danlanmalı adamdır bu adam, nə qədər bu qınanmalı adamdır, nə qədər bu adamı huşsuz, ağılsız, dəli, nə dərəcədə deyilə bilər, qiyamətdə də əli boş, ya əlində az vəsaiti olan adama ondan milyonlar dəfə artıq söz deyiləcək və qınanacaq. Sən gör, hansı süfrədən gəlmişsən? Hansı süfrədən gəlmişsən? Hardan gəlmişsən? Özə necə verirdilər və necə paylayırdılar? 3 dəfə dilin ağzında tərpənməyə Allah nəslinin günahını bağışlayırdı. Sən oradan əl boş gəlibsən. Təsəvvür edin siz, məsələn, qiyamətdə bir dəstə məxluqat ola, dünyanı görməyələr, amma tam şəkildə dünyadan xəbərdar olalar. Ki, bu dünyada insanlar nə eləsə onlara nə verirlər. İndi bir nəfər də özlərinin də keyfləri saz, hər şeyləri yerində. Yerləri, evləri, eşikləri yaşayırlar da orada. İndi bir nəfər dünyadan gedən adam qalıb çöldə, bilmir hara geçsin, gəlir bunların birinin qapısını döyür. Mənə sığınacaq. Deyirsən, hardan gəlmişsən? Deyir, mən dünyadan. Ben hanı sığınacağın, hanı evin, hanı kölgələcəyin, hanı sənin vəsaitin, nə gətirmirsən? Bir şey ver mənə, gətir deylərindən. Səfərdən gəlmirsən də, yarım kilo heç olmasa karovka, konfet alaydın, gətiriydin özünü. Elə, heç nə, əli boş. Açar o qapını ona. Yəni, əslən, niyə açmaz? Birdən indiyərsə ki, təqvalı adamdır, bəs bax, onun imanı və Allahdan qorxması və insanlığı, və bunun insanlığına nə deyirsən? Bu insandır bəyən, bu boyda süfrədən durub əli boş gedib ora. Əslən, o cür adama qapı açmaqlıq özü ağlın zəifliyinə dəlalət edir. Mən bir nəfərdən soruşdum, filan kəs dostluğa necə adamdır?
Dedi, bilirsən onlar neçə qardaşdır? Dedim, belə təqribən. Dedi, 7 dənə qardaşdılar. Heç birinin də bir-birindən arası yoxdur. Salam məlikləri yoxdur. Dedim, nə olsun? Mən də biraz cavan idim də, nə olsunu çox deyirdim. Dedi, o olsun ki, bir adam dədə bir dənə bir qardaşı ilə, özdə 7 dənəsi ilə, biri ilə salam məliki yoxdur. O dostluğa nə olacaq? Bir adam ki, Allahın bu boyda süfrəsinə, bu dünyada nankör olub, laqeyd olub, fərsiz olub, istifadə edən və onu evə bıraxarlar. Ona qapı açarlar. Özdə Allaha görə. Şu Allaha görə bu hələ qarnına yemədi bu dünyada. Allaha görə özü üçün yığmadı bu dünyada. Allaha görə öz dərdinə qalmadı bu dünyada. İndi sən gələsən, məsələn, axirətdə ki, özdə bilirsiniz də orada, nə bir kəlmə insana söz danışmağa icazə verilmir, nə də birdən icazə versələr adama 1 milyard rəkat namaz qıla, bir rəkat namaz savabı da verməyəcəklər ona, heç bir kəlmə söz savabı da verməyəcəklər, heç nə də. İndi dünyada burada nə qoyub gedib Baqiyat-ı Salihat ya, Baqiyat-ı Səyyiat ki, orada məsələn nələrsə burada işlədikcən orada şotuna gələcək, o heç. Amma da orada birdən behişdə inanın Allaha, insan öləndən sonra adam arada o görsəndə təklikdə, yəssizlikdə bəzi şeyləri fikirləşir. Adam öləndən sonra, hələ heç qəbrə qoymamış, 1 saat ona icazə versələr, günahları bağışlatdır, bəlkə də 1000 ilin günahını bağışlatdırar. Niyə? Gözü ilə görürək orada nə gözləyir onu. İndi siz təsəvvür edin, məsələn, adamı it qovur. Qaçır da elə döyür. İndi adamı pələng qovur. Qaçır da, amma da it qovan kimi qaçmır ki. Gedək barmaqlarının başında gəzir, dabanı yerə dəymir. İndi siz məsələn təsəvvür edin ki, sən timsah qovur. İt dişləyəcək, pələnd dişləyəcək, məsələn, şir belə də uzaqbaşı adamın qolunun birini yer. Timsah elə udur. Onda da elə qaçırırsa, nə bədə, o cürə qaçmayacaqsan. O biri danışırdı, kənd uşaqlarından biri, demişdim sizə, bağa uğurluğa girmişdi, deyir, cavan uşaq idi, o da deyir belə. Evdə nəsə axtarırdı götürməyə, gördü, həyətdə itürdü. Deyir, şəbəndə baxdım otağın pəncərəsinə, gördüm, evyəsi pilləkənlə gəlib çıxırız yuxarı. Deyir, dal pəncərədən atlandıq biz. Məndən qabaqçı tullandı, mən deyir, dalıcan tullananda göydə ayaqlarımı belə-belə eləyirdim ki, da yerdə çeyləməyim də. Hə, raskoda getməsin elə. Birbaşa da düşən kimi elə gedim. Adamı timsah qovanda elə olur da. İndi siz təsəvvür edin, bu gözü ilə görür burada. Məsələn, qədim kitabların birində mənə rast gəlmişdi. Bilmirəm, bu hədis doğrudur ya yox. Qədimdə bir Tənbəl Qafilin kitabı var idi. Nəsə də bir Şeyx Bəhainin kitablarından idi. Əcib-qərib sözlər vardı orada, işim yoxdur, amma bir dənəsini deyim də, indi hədisi səhihdir, səhih deyir, bilmirəm. Amma Şeyx Bəhainin kitabında səhv çıxsa soruşarsın, Allah eləsin ki, səhv çıxsın. Allah eləsin, səhv çıxsın. Məsələn, deyir, Həzrət Peyğəmbər bir dəfə Cənab Cəbrəllə oturub söhbət edirdi, bir səs gəldi, Cənab Cəbrəlin rəngi deyir, dəyişdi. Soruşdu, ya Cəbrail, nə oldu? Dedi, Allah cəhənnəmdə bir dənə quyu yaradıb. Neçə milyon il bundan qabaq ora bir daş atmışlar, indi çatdı dibinə. Ya Cəbrail, kimlər üçündür olar? Məhisihi üçündür, Yəhudi üçündür, bütpərət üçündür, kim üçündür? Yox, ya Rasulallah, sənin ümmətin günahkarları üçündür. Məxsus ha! Ya məsələn, bir dənə hədis var, deyir, orada bir əqrəb, əcdaha falan belə söhbətlərdə vardı orada. Məsələn, deyir, 60 illik ağzının enidir. Ağzı da indiyə qədər açılmayıb, qiyaməti gözləyir, ancaq binamazlara ağzı açılacaq. Ancaq binamazlara. İndi vay odur ki, adam namaz qıla, gedi orada da diyana binamazların cərgəsində. Allah eləməsin, Allah göstərməsin. 50 il namaz qılıbsa, orada da çatan kimi tutdular, apardılar, saxladılar bir namazın cərgəsində. Allah Quranda deyir də, vəylun lil musəllin. Allah deyir, vay olsun namaz qılana. Demir, vay olsun, vəylun li tarikis salat, vay olsun namazı tərk edənlərə. Quranda bir yerdə belə bir şey yoxumuzdur. Amma var ha, məsələn, ibadət filan, bəsməkən eləyəmir. Amma
məhz veylun lil musallin ayəsi varımızdır Quranda. Vay olsun namaz qılanlara. Var məsələn, ma sələkəkum fi səqər, niyə siz cəhənnəmə atdılar? Qalu ləm nəkum minəl musallin, namaz qılmadıq ona görə, yetimlərə taam vermədik ona görə və nəxuzu ma'al xaizin, batillərlə oturdurduq, pis adamlarla oturdurduq, məsciddən çıxdıq, getdik meyxana adamı ilə oturduq. Namaz qıldıq, getdik, məsələn, qumarbazla oturduq. Nə bilim, oruç tutduq, getdik, pıllı adamla dostluq elədik, nə bilim nə. Mən dəxələ əla qəniyyim və təvazi ələ zəhəbə sulsa dini. Allah hədisi qüdsüdə deyir, bir adam bir adama var dövlətinə görə təvazu eləsə, dininin 3-dən 2-si getdi. Əgər 3 ton qazanmışsa, 2 tonu getdi, qaldı 1 tonu. Bir adam ki, bu fərasətin yəsidirsə, bir nəfəsə, bir hərəkətə 2 tonu yandırır, o 1 ton onun əlində heç nədir. Allah deyir, vəhlun lil musallin. İndi müsibət ondadır ki, adam namaz qıla, gedib qiyamətdə də neynəyə? Bir namazın cərgəsində deyənə. Sonra atalar onu o quyuya, sonra atalar onu əcdahıya. İndi həmin əcdaha, adam ölüb, baxın, hədisdə, rivayətdə, elə fiqhi məsələmizdə budur ki, gərək təşriyi cənazəni tez eləyəsən də. Əgər adamın ölməyə yəqindirsə, olur da görürsən, bəzən ölür, kimsə gəlir başının üstə Yasin oxuyur, görürsən, dirildi. Adam da var, görürsən, elə salamatdır, biri yanında Yasin oxuyur, ölür də. O mollanın ağzından ağıza diqqət eşitməmsiz, fərq var. Düşməməzliyi var da. Elə, görürsən, məsələn, indi öldü deyir, bildən ki, yəqin elə düz öldü də onu saxlama onu, tez dəfn eləyir. O elə belə deyir. Biri deyirəm, iyilənməsin, biri deyir, mikrob belə qalxır, biri deyirəm, ölüdənəm, nə mikrob. Əşin, nə mikrob? Diriliyi bəyəm salamat idi, dirilici elə ən böyük mikrob idi da bunun. İndi öləndən sonra əksinə bəzi mikrobları ölüb bunun. Harun Rəşiddən biri Harun Rəşid birindən soruşdu ki, lənətullahi aleyh, ən yaxşı ibadət nədir? Dedi, yatmaq. O tərəf dedi, yatmaq. Dedi, doğrudan dedi, hə, sən öləsən. Getdi, o birisi gəldi, dedi ki, bu hökmü şərinin səhv deyirsən, ay balam, indi buna deyir. Dedi, sənə kim dedi ki, mən hökmü şəri deyirəm? Dedi, səndən soruşdu, axı, dedim, məndən soruşdu, yaxşı şey nədir? Mən dedim ki, yatmaq. Dedi, mən niyə yatırdısan? Dedi, qoy məlun, geçsin, yatsın, cəmaat biraz rahat nəfəs alsın, heç olmasın. İndi adamlar öləndə cəmaat nəfəs alır. Onun elə diriliyi mikrobdur, hə? Orada mikrobiyyat söhbəti yoxdur. Mikrob da var, filan da var, bəsməkan da var. Amma məsələn, biz deyirik, sidir, kafir, abi, xalis filan, bunlar niyə bunlarla qusul verilir onlara, məsələn, belə olur, filan olur. Hə, bunlar mikrobları şeydir. Yaxşı, bu sidirlə kafir mikrobu öldürdü. Bu xalis su nə eləyir? Elə deyir, bu boş su nə eləyir? Bəs ondan niyə veririk? Var olar, amma əsli odur. Dən Yahudi gəlib deyir ki, imama, siz niyə məhz 3 dənə qusul verirsiniz? İmam da illətlərdən biri deyir. Deyir, لِأَنَّ يَخْرُجُ أَنْ نُطْفَةُ الَّتِي خُلِقَتْ مِنْهُ مِنْ فَاهُ. Deyir, insan can verəndə o qədər əziyyət çəkir orada. Həzrəti Salmandan soruşdular ki, Həzrəti Salmandır, ha, bilirsiniz də, İmam buyurdu ki, Kadəs Salmanı ən yəkunə məsumən. Məsum, bir pillə qaldı məsum olmağa. Peyğəmbərlərin, imamların dərəcəsinə yetişməyə Həzrəti Salmanda bir pillə qaldı. O da 200 il getmişdi də bu yanda. Ona görə idi. Əvvəldən olsaydı, onu da keçərdi bəlkə də. Həzrəti Salmandan soruşurlar, necə öldün, necə can verdin? Deyir, elə bir dənə kütqə içini götürdülər, doğradılar məni, belə sant-sant. Bütün başdan ayağa məni, elə qayçı ağzı boyda doğradılar, başdan ayağa. Deyir, mən bu cürə can verdim. Yox, əstəğfurullah, Həzrəti Salman birindən soruşur ki, necə deyir, bu cürə can verdim. Elə bil, bu cürə. O da soruşduğu adam da elə belə, yəni kafir deyirdi, müşrik deyirdi. Həzrəti Salman gəldi, dedi ki, ya Rasulallah, nətər olacaq bu məsələlər? Həzrət dedi ki, ayəni oxumamsan, ya əyyətühən nəfsin mutmainnə, irci ilə rəbbiki raziyyətən mərciyyə. Ey mutmainnə nəfsin sahibi, daxil ol günən behişdə də, belə deyək. Daxil ol günən behişdə, bəli. O elə mümin dedi, o cürə can verəcək. Narahat olma günən. Və bilirsiniz də, Həzrəti Peyğəmbər Əzrail əleyhissalamla şərt kəsdi. İndi biraz uzandım bu şeydən, məqsəddən. Amma bunu demişəm dəfələrlə, bilirsiniz hamızda.
Həzrəti Peyğəmbər Əzrail əleyhissalam ki, gəldi qəbz ruhiyyə, dedi, neyin etsən? Dedi, elə bir küt baltı ilə qoyun başı kəsirəm. Elənci alacam ümmətin canı. Dedi, yox, hələ ged biraz fikirləş. Gəldi, dedi, nəminə, axır gəldi, laf iti tiğlə baş kəsən kimi. Dedi ki, yox, yox. Nə oldu? Əzrail əleyhissalam gördü ki, Peyğəmbər razılaşmır. Dedi ki, ilahi, görürsən ki, sənin rəsulun razılaşmırdı. Allahdan xəbər gəldi Əzrail əleyhissalama ki, gör özü nə istəyir. Gör özü nə istəyir. Əzrail əleyhissalam dedi ki, ya Rasulallah, Allah səni müxəyyər elədi, səni qoydu, öz ixtiyarında qoydu. Deyir, gör mənim Həbibim necə istəyir, onun ümmətini o cürə canını alarsan. Həzrət təbəssüm elədi, dedi, va, indi düzəldi. İndi ürəyim gəldi yerinə. Nə istəyirsən, ya Rasulallah? Mənsiz heç ümmətimin canını almayasan. Mənsiz heç bir ümmətimin canını almayasan. İndi sən Allah insafdandır, heç paniyyatqadandır, heç adamlıqdandır ki, bu Peyğəmbərin ümməti olasan, amma günah eləyəsən. O Peyğəmbərin getdici yolda sabit qədəm olmayasan. Elə. İndi baxın, o can verməli çox çətindir. Yəhudi imamla soruşdu, siz niyə 3 dənə qusul verirsiniz? Həzrət buyurdu ki, insan can verəndə, bütün insanlar can verəndə o yarandığı nütfə var ha. O yarandığı nütfə itib getmir ki, o böyüyürdə tərkibləşir, gəlir insan bu boyda. Həmin nütfə insanın elə tərkibindədir. Deyir, o insanın ağzından xaric olur. Ona görə biz 3 dənə qusul veririk meyidə. Bir dənə də dəlilin imam bunu gətirir. İndi görün, orada çətinlik nə məsələdir. İndi sözüm bundadır ki, orada mikrobiyyat falan olar, ümumi səbəblərdən biri ola bilər. Amma əsas səbəb bu ki, öləni təcili aparın, bastırın. Buna görədir ki, ölən özü 2 hissəyə bölünür. Bir günahkarlar var, bir günahsızlar var. Onu orada yaxşı şey gözləyir, pis şey gözləyir. O yaxşı adamlar, mömin adamlar dünyasını dəyişəndə narahat olarlar, hətta belə də acıqları gələr bu möminlər ki, yığışıb təşriyi cənazəyə ki, niyə yubadırsınız, məni çatdırın orada, məni çatdırın orada, görür orada bunun üçün nə hazırlayırlar. Bu birisilər də qışqır bağırsalar ki, aman da aparma onu, günahkar. Niyə? O da görür onu hara aparırlar. O da görür onu hara aparırlar. Ona görə də rivayətimiz deyir ki, bir nəfər öldü, günahkar oldu, ya günahsız oldu, təcili neynün, dəfn eləyin. Qoy, mömin geçsin, yaxşı məqamına yetişsin, kafir də, günahkar da geçsin, cəzasına neynəsin, yetişsin. İndi bir nəfər ölüb, o quyunun ağzını açırlar onun üçün. Ya da o əcdahanın ağzını açırlar onun üçün. Elə baxır Allah, əcdahanın ağzının, elə qulağının deşikindən dünyanın o başı görüşür. Elə bu boyda əcdaha, ya bu boyda quyu. İndi burada buna 1 saat vaxt verirlər, deyir, bağışlatdır özü. Mən şəxsən əqidəm budur ki, bağışlatdırar orada. Orada o bir şivəni çıxardar, and olsun Allaha. Bir müsibət çıxardar. Allah o mələklərin də yaddaşını pozar, onun o yazdıqları günahları pozar hamısını. Niyə? O əcdahanı görür orada, quyunu görür orada, cəhənnəmi görür orada, ya məmur mələkləri görür orada. Əgər ona 1 saat vaxt versin. Amma əfsus ki, 5 dəqiqə də vaxt yoxdur. Heç 5 saniyə də vaxt yoxdur. Yəni, ümumiyyətlə heç faydası yoxdur bu adam dur orada nəsə danışa. Ona görə baxın, indi Əli əleyhissalamın Nəhcül Bəlağada bir dənə sözü var. Deyir, ölülər lav ayəntum ma qəd ayənum mən matə minkum ləfəşiltum. Allah deyir, bizə o qiyamətdən göstər bir şey. Qoy bizdə yaxşı təsir eləsin. Ondan sonra bizi neynəyək? Günahdan çəkinək və ibadət eləyək. Əli əleyhissalam cavabında bilirsiniz nə deyir? Deyir, lav ayəntum ma qəd ayənu mən matə minkum ləfəşiltum. Əgər o sizin içərinizdən ölüb gedənlər gördüklərin siz bu dünyada görsəydiniz, ləfəşiltum, dağlardınız. Və ləcəzi'tum. Yəni, qərarınız qalmazdı, həyatınızı itirərdiniz. Həyatınızın belə də istiqaməti pozulardı, aləmiz dəyərdi bir-birinə. İndi bu yandan qardaş, bax, görək ki, o şeylər ki, bizə deyilib qiyamətin barəsində, o deyilənlərin hansı birisi
bizə gündəlik həyatımızda elədiyimiz işləri təsdiqləyən xəbərlərdən zəif xəbərlərdir. Çox uzun cümlə oldu deyəsən. Mənə gəlib deyirlər ki, orada qara çörək satırlar, yaxşıdır. Mən də qara çörəyi yiyənəm, gedirəm ora, görürəm heç nə yoxdur. Səhər həmin adam deyir, bu biri dükandadır, gedirəm ora, görürəm heç orada da yox. Birisi üçün deyir, o biri dükandadır. Üçüncü dəfə də Allahdır məni, gedirəm. Elə, yaxşı, və mən əstəqu minəllahı qiyla. Allahdan düz danışanı kimdir? Peyğəmbərdən düz danışanı kimdir? Əli əleyhissalam dedi, and olsun Allaha, mən heç vaxt özümə yalan danışmaqlıq qədər alçalmaq icazəsini verməmişəm. Baxın, görün, nə qədər əskiyli idi yalan danışmaq, nə qədər çirkinli idi yalan danışmaq. Həzrət deyir, mən özümü o dərəcədə əskiltməmişəm ki, gəlim neyiniyəm? Dilimə yalan söz gətirəm. Mən özümü o dərəcədə əskiltməmişəm ki, məsələn, bir günahı eləyəm. Ya bir, məsələn, təsəvvür edin ki, o İmam Sadiq əleyhissalam ki, dəfələrlə eşitmirsiniz, ondan soruşurlar ki, ağa, siz niyə günah eləmirsiniz? O da deyir, siz niyə nəcis yemirsiniz? Bir adam ki, günah eləməyi nəcis yemək kimi bilə, sonra gələ o günahı eləyəndə gör, özün nə qədər alçadıb. Sən təsəvvür eləyən ki, bir nəfəri görürsən ki, oturub nəcis yeyir. Özdə bütün halal, pak, təyyib, neymətlər ola. Nə qədər çirkin baxarsan ona. Heç ona adam deyərsən, əsla deməyəcəksən. Amma bunların hamısı Allah xəbər verib, Peyğəmbər xəbər verib, o adamlar xəbər verib ki, onların tarixində heç vaxt bir dənə yalan yox ha, heç ehtimal da olmayıb. Əli əleyhissalam, baxın, hansı işində ehtimal olub? Muaviyyə ilə müharibəyə gedəndə bir nəfər dedi ki, ya Əli, bəlkə biraz artıq fikirləşəydin. Eyni sualı İmam Hüseyin əleyhissalam Kərbəlaya gedəndə bir dənə Küfəli gəlirdi, Küfədən Mədiniyə tərəf. Həzrətə dedi ki, ya Hüseyin, bəlkə səndə biraz fikirləşəsən. Yəni, mənası bu idi ki, sən bəlkə səndə səhv edirsən. İmam Hüseyin əleyhissalam ona dedi ki, kaş sən Mədinədə rast gələydin mənə. Cənab Cəbrəlin bizim evə gəlib gedən yerin sənə göstərəydim. Hansı qapıdan girir, hansı pəncərədən girir, onu sənə göstərəydim. Onun izin göstərəydim sənə. Mənası bilirsiniz nədir? Və nəhnu mə'dənur risalə və müxtələfil mələikə ki deyir, Mədinədə, o Mədinənin əmirinin yanında ki, çağırır ki, biət elə, Yezd Məluna. O da deyir ki, mə'dənur risalə. Allah risalətinin kötüyünü bizdə qoyub. Və müxtələfil mələikə. Müxtələf yəni gəlib gedən yer. Mələklərin gəlib gedən yeriyik biz. Mələklər gələr gedər bizim yanımıza. Buna da dedi ki, o qapını göstərərdim sənə. Yəni, mən səhv edirəm. Əli əleyhissalama da Siffin müharibəsinə gedəndə dedilər, kimsə dedi, ya Əli belə, Həzrət dedi ki, and olsun Allahın izzəti və cəlalına. Mən bu işi çevirdim o yana bu yana, Muaviyyə ilə müharibə eləyim, ya eləməyim. Gəldim, bu nəticəyə yetişdim. Əvvəldə də yadınızda qalsın, Allahın izzəti və cəlalına and içib. Gəldim, bu nəticəyə yetişdim ki, ya mən qılıncı götürüm, Muaviyyə ilə müharibə eləməliyəm, ya da kafir olmalıyam. İndi bir adam Allahın izzəti cəlalına and içir, özdə görürsünüz, iki başına baxın, necədir? Demir, məsələn, ya mən məsələn də Muaviyyə ilə müharibə eləməliyəm, ya eləməməliyəm, ya yüngül tərəfi yoxdur bunun. Ya bu müharibə eləməlidir, ya da deyir, mən bu müharibədən yəni çəkinsəm, kafir olacam. Deməli, Allahın hökmünü yerinə yetirməyəcəm. And olsun özdə Allahın izzəti cəlalına. Bu adam həyatında ehtimalla da danışmayıb, ha? Ehtimalla da danışmayıb. Danışığının hamısı 100%'dir. İndi bu gəlib deyir ki, cəhənnəm belədir. Bu gəlib deyir, axirət belədir. Bu gəlib deyir ki, siz dünyadan əli boş keçsiniz, belə olacaq. Hələ özü Kumeyl duasında nalə eləyir, ha? Deyir, mən atson cəhənnəmə neynərəm? Və lə ünadiyyənnəkə əntə kuntə ya vəliyyəl mümin. Deyir, birdən atson, heç nə, bir dənə əlimdən o gəlir, əgər dilimi açıq qoysun.
Əgər natiq halda, dilimi açıq halda məni atson cəhənnəmə, onda bir dənə sözüm bu olar. Və ləəbkiyən əleyke bu qaəl faqidin. O oğlum balasını itirmiş analar kimi ağlaram sənə və ləunadiyənnəkə və çağıraram səni gecə gündüz. Ənə kuntə ya vəliyyəl mümin. Ay möminlərin vəlisi hardasan? Vəliyyəl müminin də Allaha yudafi ənəl-ləzina aməni. Allah ancaq möminləri müdafiə edir. Ondan başqa kim müdafiə edəcək? Bu sözü çox yerdə deyiblər. İmam Hüseyin əleyhissalam da deyib, başqa əimmələr də deyib. Amma bir dəfə Şeyx Ənsari rəhmətli gəmi ilə gedirdi. Bir nəfər məzlum var idi, oturmuşdu gəmidə. Baxdılar, gördülər məzlumdur da. İndi cəmaat köynəyə, şalvara baxır da, ayaqqabının modelinə baxır ki, görüm haranın, Çinindir, Kitayındır, Türkiyənindir. Onunla qiymət verirlər cəmaata, üst başı ilə də. Bəhlüldanəndən bilirsiniz də, Bəhlüldanəndən bir dəfə getdi, köynə paldarla oturdu məclisimin başında, qovdular, çıxartdılar çölə. Sonra bir dəfə geyindi, gəldi, oturdu qabının ağzında, itələdilər, gətdilər. Ayıbdır, sonra, gətdilər yeməyin də siftəsini qoydular qabağına, dedi, əbam ye. Dedilər, yenə sənin gicliyin tutdu. Əba çörək yiyən, dedi, and olsun Allah, bu yemək əbanın yeməyidir. Bu yerdə əbanın. Dünənlər mən idim də, gəlib elə burada oturmuşdum, itələdi, qovdu, çıxartdı çölə. İndi dünya bədbəxt olub o baxışdandır. İnsanların qiyməti, insanların dəyəri, insanların üstünlüyü hamısı geyimi ilə, evi ilə, filanı ilə, bəsməkəni iləndir. Orada gəmidə bir nəfər məzlum var, nəsə də onların hamısını bilirsiniz, çox danışıb, vaxtınızı aparmayın. Bəlkə Allah kərimdir, bir biraz tez qutardım danışığımı. Deyir, məzlum idi, o dedi mənə çay gətir, bu dedi çörək gətir, o dedi nəmliyinə, bu dedi ki, ayaqqabımı sil, bir dedi, nədir, məzlumdur da, üst başı köhnədir məsələn. Orada hərə bir komanda ilə oturub da, məsələn də elə bil, bu da yazıqdır, bu da yoruldu da, bu da yoruldu. Yoruldu, birinin sözündən çıxdı. Saldılar bunu təpiyin altına, başladılar çırpmağa. Çırpa-çırp gəmi başladı batmağa. Tufan yox, külək yox, balina yox, akula yox, heç nə yox, gəmi gedir. Vaxtlar deyirlər, zarafat gedir valla. Deşilməyib, yox, kapitan gəldi, dedi, valla mən ne deyir, mən heç belə şeyə rast gəlməmişəm, gəmi batır. İndi bunlar qışqırırlar, yalvarırlar, da indi Allah yada düşüb. Allah indi yada düşüb. Allahın bəndəsin, ənnasu iyalullah. Cəmaat Allahın külfətidir, ailəsinin üzvidir. Salam verəndə, salam alanda, üzbəüz gələndə, dalıcan danışanda, qeybətin eləyəndə, üzünə baxanda, barəsində fikirləşəndə, söz danışanda, nə eləyəndə, bilin ha, hesab kitabı kimləndir? Allahın külfətinin barəsində danışırsan. İndi nə olar, biraz danışanda, məsələn, dili şirindir, ya məsələn, biri gözü belədir, ya birinin başı keçəldir, ya birinin qulağı əyridir. Nə olar bu? Vallahi ki inanın Allaha təmənyə əməl miskalə zərrətin var ha, miskalın o zərrələri qədər də əməl eləyəsə, məsələn təsəvvür eləcəkən ki, bir dənə məsələn yerdən tük götürəsən ki, irad eləyəsən, buna bax nə tərtükdür, bu görəsən, məsələn, hansı kimin bir dənə də nalayiq söz deyəsən, ya məsələn də bir layiq olmayan söz deyəsən, qiyamətdə o tükün yəsini tapıb gətirəcəklər, ona cavab verdirəcəklər sənə. Cavab verdirəcəklər sənə. Bir şeyin də olmasa ona verməyə, onun günahından qoyacaqlar. Sənin boynuva, sən çəkətsən, o gedəcək bir işdə. Bilirsiniz də onu. Mənim ki, sənə borcum var, qiyamətdə mənim bir şeyim olmasa sənə verməyə yaxşılıqdan, sənin pisliyindən götürüb yıxacaqlar mənim boynuma. Dünya deyir ki, burada bacarmayasan, nətər eləmək lazımdır. Qanunlar təzad eləsin. Ahirətdir, orada da Maliki yevmiddin. Allah hamısını yer-bir eləyə bilir. Onun hesabın kitabını verəcəksən. Burada da bunu çırpırlar, gəmi də batır. Hamı qışqırır, Allah düşüb ya da yalvar. Görsən, bir balaca silkələyən kimi, hamı düşür belə də. Allah qoysa inşallah. O 2000-ci ildir, 2002-ci ildir, bəlkə zəlzələ onda. Allah hamd olsun, onda elə adamlar inşallah deyirdilər, adam belə təəccüb edir, deyirdi ki, doğrudan ha, inşallah deyir, day olmayacaq. Ömrü boyu heç inşallah adında adam da tanımayıb bu adam. Silkələyib bir balaca, deyirlər, müəllim olacaq yer, deyir, yox, inşallah olmayacaq. Dalbadal olur, elə silkələyir indi. Özünə təsəlli verir, necə olmayacaq? Axmaq silkələyir bu da. İnşallah da deyir bir, maşallah da deyir. İnşallah maşallahını belə şeydən,
türk artistlərindən gəldi, çıxdı da bizim də ağzımız. Elə hər şeyin əvvəlində də inşallah, axırında da inşallah. Elə nəsə, gördülər gəmi batır, Allah düşdü yada. Qışqırırlar heç nə. Şeyx Ənsari də oturub orada. İnna avliyallah la xafun əleyhim və lahum yəhsənun da Allah Teala Quranda deyir. Allahın dostu oldu, nə qorxun yoxdur, nə qəmin. Şeyx Ənsarinin nəyinə lazımdır? Gəmi batacaq, orada boğulacaq, ya çıxıb çöldə boğulacaq. Mən deyirəm ki, ölümdən qorxam. İnna avliyallah la xafun əleyhim və lahum yəhsənun mənası odur. Allah dostlarının nə qorxusu var, nə də nəyi var? Qəmi var. Nə qorxmasın, nə qəmgin olmasın. Özdə Allah da necə Allah? Baxın, Allah, bir dənə söz deyim də burada. Bir-iki dəqiqə vaxt, amma özdə gündəki vaxtımıza çox qalıb hələ. Burada nədir? Allah Teala Qur'anda Yasin surəsindəki danışır. Orada söz-söhbət çox uzundur. Keçən dəfədə birini dedim. Bu, İnnəmə tunziru məni təbəəz-zikrə var, ayə. Hamınız bilirsiniz də Yasin inşallah. İnnəmə tunziru məni təbəəz-zikrə. O neçənci ayədədirsə əvvəllərdə deyir Peyğəmbərə ki, Səvaun əleyhim ənzərtəhəm əmləm tunzurhum la yömünün. Bərabərdir, bunları inzar eləsin, qorxutsun da, qorxutmasın da, bir dəstəsi iman gətirməyəcək. Bunların kitabı bağlanıb, bundan heç. Dalicən qadir belə deyir, heç kim qorxmayasa, qəbul eləməyəcək. İnnəmə tunziru məni təbəəz zikrə. O ki, Qur'ana, zikrə, haqqa tabi olacaq, sən onları öyüd nəsihət eləginən. Dalicən də bilirsiniz nə deyir? Və xəşiyər rəhmanə. Əcib qəribdir Allahın işi. O qədər mehribandır Allah. O qədər bəndəni çox istəyir. O qədər bu bəndəyə yazıq gəlir. Allah bəndəni qorxudanda da rəhman sifəti ilə qorxudur. Demir məsələn, və xəşiyər adilə, məsələn, və xəşiyər əzizə, və xəşiyər, məsələn, necədə də əzimə. Allahın hamısı adları da və xəşiyər qəhharə, və xəşiyər mumitə. O hamısı Allahın adları da demir, məsələn, qəhhar, qəzəbli, heç sifətini gətirmir. Deyir, sən öyüd nəsihət vercinən o adamlara verəcəm və onlar səndən qəbul edəcək ki, nədir? Tabi olurlar bu Quranın ayələrinə. Və xəşiyər rəhman, Allah qorxudanda da rəhmanlığından qorxudur bizi. Rəhmanlığından qorxudur. Görürsən, məsələn, biri bir uşağın, öz uşağın, nəvəsin, filanın, bəsməkənin çox istəyər, incidib bunu, əsəbləşdirib, hirsləndirib, şuluq eləyib, ondan sonra nəsə də bir günah eləyib, götürür onu məsələn neynəməyə, vırmağa. Əlin gətirir, belə yavaşdan vurur onu kürəyinə. Əlin gətirir yavaşdan. Niyə çox istəyir? Allah da deyir, və xəşiyər rəhmanə. Rəhmandan qorxar, rəhmətdin o rəhmanın arasından qorxacaqlar. Bax, görsən, hətta Allah o qədər mehribandır ki, qorxudanda da rəhmandan qorxudur. Baxında indi bu Allah hali. Bununla necə rəftar eləyəsən? Hansı formada rəftar eləyəsən? Bu Allah o cür Allahdır. Bunlar da indi düşüb yalvarırlar Allaha. Şeyx Ənsari da oturub, narahat da deyir, çünki mənə Allah bir ömür verib. Nə qədər tez buradan aparsa, belə tez məhdudədən çıxacam. Nə qədər tez geçsəm, o qədər qazandıqlarıma yetişəcəm. Əlbəttə, Şeyx Ənsari deyir də, bunu da hər adam eləyə bilməz də. Mən bilirəm də, məni nə gözləyir orada. Ona görə qorxma, ölmək istəmirəm. Amma Şeyx Ənsari bilirdi onu nə gözləyir orada. Ona görə də onun üçün fərq eləmərdi. Əbazərdən deyirlər ki, niyə biz ölümdən qorxuruq? Dedi ki, bilmirsiniz niyə qorxursuz? Dedi, ahirəti xaraba qoyub, dünyanı abad edibsiniz. Bir adama deyirlər, gəl bu isti, qəşəng, səliqəli otaqda. Axşam ki, məsələn, o, nə bilim də, bu meyvələr reklam edirlər, onların ən bahalısında yatırlar. İndi adamı tuturlar, aparırlar zindana. Niyə qorxur? Gedir, qarşıda daşın üstə yatacaqdı, ona görə qorxur. İndi bir adam ki, buradan çıxır, gedir, bilir ki, çatan kimi birinci gözümü əqrəblər yiyəcək. Qorxar da. Bu ki, adam ölümdən qorxur, axirətdən qorxur, o axmaqlığından deyir, səfeyliyindən deyir, elə ağlından qorxur. Niyə? Çünki bilirdi orada nə gözləyir məni. Bir adam ki, məsələn, sən bilirsən 5 dənə ilan bıraxımsan bu otağa, qapını da bağlamsan, hamısı da zəhərli, çölə də çıxmağa heç yolları yoxdur. Qapını da səndən başqa açan olmayıb. Sən Həzrət Abbas gəlib yatarsan orada, yalancının evini Allah yıxsın. Heç orada yox, mən qonşuda yatmaram. Ki, bəlkə divarı deşib gəlib ora. Elə. Halbuki, onlar da bəzən Allahın əmri ilə, ya əksər vaxtlarda Allahın əmri ilə hərəkət edirlər. Allahın məşiyyəti olmasa heç onlar da insanı dişləməzlər. Elə arada Allah Teala istəyir dişləsin və insan ailsin ki, bu da var, bu boyda dişi var insan. 32 dənə dişi var, hərəsi birindən 50 dənə ilanın dişinə protez düzəltmək olar, insanın bir dişindən.
Və insanın bir dənə dişin yona bilsən, düzəldə bilsən, bir 50 dənə ilana diş qoya bilərsən. O 50 dənə diş bir də görsən, sürüldü, çürüdü, töküldü, getdi. İndi bu dəqiqə ilə insanların 80%'nin ağzında dişləri hamısı düzəlmədi. Nədir? Bu qidanı ki biz yerik, elə də olmalıdır. Hələ o qalıb, Allahımıza şükür edirik. Amma Allah ilana 2 dənə bu boyda diş verib, elə, heç nə stomatologu var, nə diş həkimi nə var, nə texniki var, nə protez düzəldəni var. Elə ömrünün axırına qədər də zəhəri də elə o dişinin dibindən verir. İnsan vaxtda bir ibrət götürür oradan. Elə, amma o da görürsən neyinir? Görürsən sancdırır, deyir ki, qoy başa düş ki, 32 dişi olmaqla deyir, bir dənə dişi olanda da adamın, görürsən nələr eləyə bilir. Şimdi dursun da 32 dənə dişin sənin ilanın dişinin qabağında. Üstadlardan biri danışır, deyir, şah zamanda biri var idi, biraz üzürlü idi, biraz yüngül idi ağıldan, deyir, onu bir dənə mayoru vurdu. Mayorun da çiynində bir dənə ulduz olurdu, elə deyir, bizim zamanımızda bir dənə idi, yəqin çoxaldarlar. Deyir, bu da ki, biraz üzürlü idi, deyir, qayıtdı bura bir dənə söz dedi ki, heç ağılına gəlməzdi. Qayıtdı da o bir ulduzu var xansa. Bax, görə onun nə qədər ulduzu var. Bax, görək onun gör nə qədər ulduzu var, nəsli yox az yer, o bir ulduzu var xansa, deyir, bu mayor düşdü bunun ayaqlarına. Ki, məni halal elə. Onlarda da var imiş belə halallıq almaq. Elə, indi baxın, bir dənə dişi ilə aləmin hamısı ondan qorxur. Bir dənə ilan, bir dənə adamdan qorxmur. Amma bütün insanların hamısı ilandan qorxur. Elə, indi sən də 5 dənəni əli ilə buraxıbsan bura, gəlib heç vaxt yatmazsan. Halbuki dediyim kimi, o da bəzən Allahın, həmişə o Həzrəti İsa gəldi, dedi, o gəlin öləcək, də işitmişsiniz onu. Gəldi, dedi, o gəlin, biri gəlin gedir, dedi, o bu gecə öləcək. Səhər gəldi, münafiqlər qaça-qaça, ya İsa dedi, gündür çıxmadı. Burada da yalan çıxdı. Güya Həzrəti İsa bir neçə dəfə yalan danışmışdı. Münafiq idilər də, məlun idilər də. Elə, dedi, nə yalan çıxdı? Dedi ki, o filan kəs ölmədi ki. Gəldi Həzrəti İsa sonra, bunları da yığılacaq. Bunlar deyir, gəlin, gözünlə görün, siz məlunsuz inanmayacaqsınız. Balam, bunları çağırdı, durdular ayağa, yığışdırın bu yer üzü. Yığışdırdılar, bir dənə ilan, yekə bir dənə ilan yumrulanıb yatıb orada. Dedi, ay Allah'ın eyvanı, nə gəzirsən burada? Dedi, mən məmur idim bu gəlini, bu qızı sancam öldürəm bu gecə. Dedi, niyə öldürmədin? Dedi, and olsun Allah'ın izzəti cəlalına, ya Nəbiyallah. Özdə Nəbiyallah deyir, İlan, Həzrəti İsa Nəbiyallah deyir. Bunlar amba yalancı deyirlər. Deyir, axşam gəlin mən bu evə girəndən mənə bir baş ağrısı müsəllət olub, gözümü açıb bayra da çıxa bilmirəm. Ki, çıxam canımı qutaram. Ben bunu vurmaqdan keçdim. O xeyri bağışladım. Amma çölə də çıxamıram. Həzrət soruşdu, evə hələ də hamısı yığışır. Nə iş görübsünüz? Deyirlər, heç deyirlər, toyda nə iş görərlər, elə yemək, içmək, gəzmək. İndi də bilmirəm, oynayırdılar, oynamırdılar. Bilmirəm də, hər halda, qədimdə də olub da belə şey. Necə indi məsələn deyirlər ki, oynamasın da cümə axşamı vermirsən ki, gərək oynayasan da məsələn belə. Amma belə geçsə elə bəzi adam cümə axşamında da oynayacaq, elə darıxma olur. Belə də, çünki baxanda diktorlar salamı da musiqi ilə verirlər. Salamı da musiqi ilə verirlər. Reklam musiqi, xəbərlər musiqi ilə, hamısı salıblar bir dənə ritmədə, nə bilim, nə, hamısı da elə gələcəksə də orada da ölünü də hələ təzə tərk etmişik musiqi ilə bastırmağı. Hələ indi təzə bastırmışıq, nasıl bu tərəfdən təzədən keçirik, nəsə işimiz yox. Deyirlər, axır gəlin öz dedi, valla dedi, hər an bir işə başı qarışmışdı, mənə də bitkə çörək vermişlər burada yeməyə. Gördüm bir nəfər gəldi, girdi içəri, acdır, belə də fəqirdir, çörək istəyir, heç kim təhvil almadı onu. Heç kim təhvil almadı, mən çağırdım, deyir, oturtdum burada elə, o yemək payını yedizdirdim ona, ac yatdı. Deyir, Allah həmin o sədəqəyə görə sənə uzun ömür verdi. Uzun ömür verdi. Baxın, hətta burasında ki, bu ilan özü də nədir? Özü də məmurdur işlərdir. Heyvanatın hamısı o cürə. Yoxsa valla canavar dağıdar aləmi. Nə olsun, 9 mərtəbəyə çıxar canavar. Nə baxın? Bu 2 ayaqlı canavar çıxa bilmir 15 mərtəbə, 14 dənə ayağı var. Haraysız, Allah qoymur, Allah onu da bir məhdud eləyir bu şeylərdə. Vallahi və billahi, bizə indi belə zarafat gəlir, hələ gedək canavardan soruşaq, görək nəyə qadirsən. Bizim yaşlılar danışırdı, deyir, canavar gəlib düşmüşdü tövləyə damdan, qoyunların hamısını boğmuşdu, qayıdıb çıxa bilmirdi, çıxa bilməmişdi.
Birisi reynəmişdi, qoyunların meydindən deyir, pilləkən düzəldib, qayıdıb çıxmışdı. And olsun Allaha, bu danışa elə yaşayırlar da şükür Allaha. Yerin də göstərdi və filan yerdə. Ev dağın döşündəki tikilir qoyunun tövləsi, arxa tərəfdən, hündür tərəfdən gəlib atlanıb, damı söküb, girib. İndi qayıdıb çıxa bilmir. Neyini? Adam deyir ki, avara qala. Götürüb pilləkən düzəldib canı qoyunlardan, belə də əməlli başdı. Ondan sonra axırıncısını da üstündən tullanıb çıxıb getmişdi. Hətta o 5-li mərtəbəyə yox olub, Navastrokyada çıxar. Allah qoymur onu. Allah qoymur. Bilirsiniz, ağcaqanad olmasa, yayda, isti havalarda əqrəbdən gəzmək olmaz bu, həyətdə, bacada, kətdə, kəsəkdə. Ağcaqanad. Ərəbistanda heç yaşamaq olmaz o isti yerlərdə. Hamısını Allah, nəsə işim yoxdur da indi bunlardan keçib, tamam eləyim sözümü. Şeyx Ənsari də oturmuşdu, lal dinməz. Dedilər, və sən niyə dinmirsən? Belə arxanın axıb otursan, dedi ki, mən... O, Əbazərin söhbətini danışırdım. Əbazər dedi ki, siz xaraba qoymuşsunuz axirətinizi, dünyayınızı abad eləmişsiniz. Onu demək istəyirdim ki, 5 ilana görə ki, bura girə bilmirsən, təsəvvür edin, orada əcdahalar, ilanlar, əqrəblər. Belə də deməlidir orada, indi möminlər namazdan sonra deyəcəklər ki, yaman qorxutdun bizi. Valla mən neyim axı, elə hamısı hədislərdə gəlib. Deməyiblər ki, burasını yavaşdır. Deyiblər, elə hamısı bərabər decinən. Yavaşdan deməcінə, özdə la yəsunəllahə ma əmərəhəm. Onların ki, boyunlarında vəzifələr var, o vəzifədə günah eləməyəcəklər olar. Allah nə əmr eləyib, onu əmələ gətirəcəklər. Çətin. Gərək gedib düşməyəsən ora. Gərək gedib o əcdahanın ağzına düşməyəsən. Düşdün, o işin görəcək. Amma gərək ora qədər özü gözləyəsən. Şeyx Ənsari dedi ki, valla mənim belə bir fərq eləməz mənə. Cəmaat quruluqda ölür, hazır mən də elə burada suya bataram. Hələ bir cəsədimi də 5 dənə balıq yiyər, orada da ona xeyrim dəyər. Elə, çünki belə mənə fərq eləmir. Bu dünyaya gəlmişik, gedəcəyik. Yapışdılar buna ki, Allah sənin sözü eşidəcək. Üzdən gözdən apardılar bu Şeyx Ənsarini. Şeyx də dedi ki, bir kəlmə, ilahi, görürsən ki, bunlar məni öldürəcək, əgər bu gəmi batmasa. Vallahi da, bunların əlindən məni tutar, gəmi qalxdı suyun üzünə. Bunlar, indi bir baxmada insandır, o fitrəti oyandı, ondan sonra bəzi günahına etiraf elədi, səhv elədi. Şeyx Ənsaridən soruşdular ki, niyə belə oldu, bizə nə məsləhətin? Həzrət Şeyx Ənsari buyurdu ki, İttəqu zulməmən la nasirə ləhu illallah. Bir dənə ki, bunu İmam Hüseyin əleyhissalamda, əyimmədən də var. Elə həmin hədisdir ki, şeyx olaraq dedi ki, dedi, Allahdan başqa köməyi olmayana zülm eləməkdən çəkinin. Əziyyət verməkdən çəkinin. Bir adamın ki, müdafiətçisi Allahdır, onun məsələ, ona toxunmur. O möhkəm hərimdir, möhkəm sərhəddir. Biz əgər doğrudan da birdən özümüzü o Allahın həyətinə sala bilsək, o çərçivənin içərisinə sala bilsək, la xavfun əleyhim və lahum yəhsənun bizə də aiddir. Yezid Məlun Mədinədə qətli am eləyəndə ki, demişdi, İmam Səccadın həyət bacasına girməyin. Orada kim pənah aparsa, kimliyindən asılı olmayaraq ona da dəyməyin. İnsanlar da pənah gətirmişdi orada. Çöldə qansu yerin axırdı. Amma burada bunlar rahat oturmuşdu. İmam da deyirdi ki, rahat oturun. Belə rahat çörəyiz yiyin, çay üçün. O qapıdan içəri heç kim girməyəcək. Niyə? Həyətin döndərmişdi həyatullaha. Allah həyətinə. Hərimin eləmişdi Allah hərimi. Ora heç kimin icazəsi yox idi girməyə. Əmniyyət idi ora. İmam Xümeyni rəhmətli deyirmiş, ya pəncərəni, qapını möhkəm bağlın, bura bir dənə milçəkdən, ağcaqanaddan heç nə girməsin, girəndən də sonra heç kimin haqqı yoxdur onu öldürməyə, ya onu qovub çıxartmağa. Heç kimin haqqı yoxdur. Bura əmini bir dənə vilayətdir, əmini bir dənə evdir. Və neyini axı qoymur yatmağa, zəhmət çəkirdin, pəncərəni açıq qoydun, bağlı qoydun, açıq qoymuydun. İnsan özün o hala salandan sonra hə, düzəlir, olur əla. Amma Allah nə qədər o hala düşməyib insanın dünyası zəhrimardır, acıdır. Elə hər şeydən qorxacaq, hər şeydən çəkinəcək, hər şeyə narahat olacaq. Gün ortanı yeyib qutarmamış axşamın dərd öldürür. İnsanların 80%-in bu günləri dərd öldürür.
İnanın Allaha. 80% dərd öldürür. Biri yemək, biri içmək, biri qız köçürmək, biri oğul evləndirmək, biri ayaqqabı almaq, biri maşın almaq, biri ilə həccə getmək, biri Kərbəlağa. Görürsən, bəzən həccə getməyin də dərdini çəkirlər. Həccə getməyin dərdini çəkincə də orucluqda lezvalı özü səhərə qədər qoy Allah yazsın da sənə həcci. Bu dərdini niyə çəkirsən? Fikrini nüş edirsən. Kərbəlağa getməkdən ötürü, ay Allah, məsələn də, bir nəfər məni göndərən olsaydı Kərbəlaya, kim səni göndərsin Kərbəlaya ki, səndən artıqdır? Kərbəlaya səni göndərən səndən artıqdır. Kərbəla, o İmam Hüseyin, o Allah, o da sən. Al da, biri deyir, bunu da deyim, tamam eləyirəm. Biri bərk borcu var idi, götürdü, İmam Rıza Əleyhisselam bir dənə şeir yazdı. Bir dənə də doktor var idi, İmamın bərk aşığı idi, bu şeir yazaraya da imama yaxşı pul verirdi. Bu da hesabladı da, məsələn, mənim 2000 borcum var, gedəcəm doktor bir 10.000 basacaq cimə, 2000'in verəcəm orada, 8.000 də gəlib, hən yox eləyəcəm. Yazdı, səhər-səhər, sübh gedir doktorculə. O adamın tofiqi ola, Allah onun vaxtında ayılda, yəni belə ola ki, özü vaxtında ayılda da möhkəm tapşırırsan ki, məni ayıld. Saatını da zəngin qurursan, telefonunu da zəngin qurursan, qonşuya da deyirsən, evdəkilərə də deyirsən, niyə mühümmişdir? Ki adam özün o yerə qoyar ki, bunu vaxtında ayıldalar. Şıdırığı gedirdi doktorcular, səhər tezləndən. İmam Rıza Əleyhisselama salam da verdi, elə tələsik. Biraz getirmişdi, birdən ayıldı ki, mənim axmaqlığıma baxın. Mən gedirəm şeiri kimi oxumağa. Əsl doktor qalıb burada, həkim qalıb burada, gedirəm onu oxumağa. Döndü, girdi hərəmin içərisinə. Şeiri bir dəfə oxudu, bir dənə əl girdi, cibinə çıxdı. Bir dəfə də oxudu, əl yenə girdi, cibinə çıxdı. 10 dəfə, 10 dənə əl girdi, cibinə çıxdı. Da utandı. Getdi ağa filancısa dedi, vallahi utandım ağa. Deyir, hə bədbəxt, orada bəyəm utanarlar. Kərəm qapısında adam utanır. Allahın yanında, Allahın işi elə sənin cibi doldurmaqdır. Sən nə utanırdın? Əl qərəz, işim yoxdur. Baxdı, gördü, 10 dənə 10 tümənli idi. 10 tümən də bərk pulu idi onda. 10 dənə 10 tümənli idi. Baxdı, dedi, da imam bunu verib bəsdir. Aparım, o 2000-dən məsələn, 10.000, 100 tümənin verim, qalanı qalar. Qapıdan çıxırdı, bir nəfər rastlaşdı. Salam, əleykum, əleykum. Filancəsi, gəl, bura səndən işim var. Dedi, gəlim də gəldi. O 10 tümənlər var ha cibində, onun birinə nə qədər verim? Dedi, sələmdir, faizdir, ribadır, dəşiyyəxçi, mənə mollalıq eləməm, mən mollayam, bunun məsələsini bilirəm də, sələmdir, faizdir, onu mən bilirəm. Nə qədər verim? Elə 1000 verim, bu dinmədi, 2000 verim dinmədi, 3000 verim dinmədi, 4000 verim dinmədi, 5000, 10.000, 20.000, 30.000, birinə ha, 10 dənəsinə yox. Axırda gördü ki, sən bu elə qaldırır qiyməti, bunu gedib evini satıb gətirib mənə verəcək. Dedi, 30.000-də dedi, razıyam. Apardı, 2000'in verdi borcuna, 28.000-də bilirsən neyniyərdi? Məşəddə 3 dənə ev tikərdin, onda 3 dənə də maşın alardın. Hələ 9'da qaldı cibində, indi fərasatı olsa, 2 ildən birini o adamı tapıb satsa ona, elə də bəsildə, nəslinə də bəsildə. Gərək bu cürə olasan da, gərək bu cürə olasan. Allah Muhammed, Muhammed xatirinə bizi haqq tanıyanlardan qərar versin. Allah Teala bizi vəzifə-i şərimizlə aşina qərar versin. Bizi agah insanlardan qərar versin. Muhammed xatirinə günahlarımızı bağışlamamış dünyadan aparmasın. Allah Teala zərrə qədər də nəfsimizin umuduna qoymasın. Şeytanın və nəfsin şərri vəsvəsəsindən uzaq eləsin. Muhammed xatirinə tamam iltimas eləyənlərin dualarını qəbul eləsin. Xəstələrimizə şəfaya acil inayət eləsin. Muhammed xatirinə Allah Teala müsibətimizi dinimizdə qərar verməsin. Nəslimizi, bədə nəslimizi, özümüzü bu yolda sabit qədəm eləsin. Allah Teala bizi bəyəndiyi bəndələrdən qərar versin. Bizə rəhm eləməyənləri bizə müsəllət eləməsin. Muhammed xatirinə tamam möminlərə, xüsusən bu cəmdə əyləşənlərə halaldan bolluca ruzu qismət eləsin. Bərəkətli uzun ömür əta eləsin. Dinin düşmənlərin tezlikcə məhvi nabud eləsin. Dinə kömək olanlar, xüsusən din böyüklərimiz
işlərimiz, mərcəyyətlərimiz Allah inşallah müvəffəq müəyyəd eləsin. Allah Teala ağamız İmam Zamanın qəlbi nazəninin bizdən razı, xoşnud eləsin. Ağamızın elədiyi duaları bizim barəmizdə qəbul eləsin. Məhəmməd Al-Muhəmməd xatirinə zuhurunda təcil eləsin. Bizi o ağanı tanıyıb rikabında şəhid olanlardan qərar versin. Salavat zikr eləyək.